Azərbaycanda 2000 ilə yaxın yaşı olan bir məbədin olduğunu bilirsiniz. Bizim eranın ilk əsrində İsa peyğəmbərin həvarisi, müqəddəs Fadeyin tələbəsi olan Yeliseyin adı ilə bağlıdır. Yelisey bura gəldiyi dövrlərdə buranın adı Uti vilayəti gedirdi. Tam bu hissəyə gələrək Kiş məbədinin yerində deyilənə görə bir stol qoyur və artıq orada ibadət etməyə başlayır və xristianlıq dinini yaydığı ilk insanlar burada toplaşmağa başlayır. Bu əslində ermənilərin ilk xristianlığı qəbul edən başqa millət olduğunun yalan olduğunda göstərgəsidir. Ermənilər bu mabidənin özlərinə aid olduğunu inandırmaq üçün başqalarına məbədin üzərinə suvaq çəkib, üzərinə dəmir və başqa ornamentlər əlavə etməyə çalışmışdılar. Lakin aparılan arxeoloji qazıntılar və təmir işləri zamanı bunun yalan olduğu ortaya çıxdı. Xüsusən də Rəşid bəy Əfəndiyevin arxeoloji qazıntılarda dediyi tapıntılar tapıldıqdan sonra isə daha da bu deyilən məlumatların yalan olduğu ortaya çıxdı.